Gəlin nənə, siz nə danışarsınız? Məsəl üçün, necə yadınızdadır? Məsəl üçün, sizin o toy gününüz, toy adətləriniz, indiki ilə müqayisə eləyəndə onda nə yaxşı idi, indi nə yaxşıdır? Ya onda nə pis idi, indi nə pisdir? Elə ancaq qapalı, hər şey qapalı. Yəni, elə bilirdik ki, nənə demişkən, elə bilirdik, elə dünya belə qurulub, belə də olmalıdır. Ona görə hər şeylə razılaşırdıq da. Yəni, əziyyət çəkmirdik. Ona pis baxmırdıq. İndi gördükcə o vaxt pis bilirik. Deyirik ki, belədir. Amma o vaxt yox, o vaxt elə hər şeyə adi baxırdıq da, deyirdik, belə də olmalıdır. Yəni, o vaxtı toy günümlə, özümüzün toy günümüzdən yığılırdıq. Belə çadır da yox idi, beləcə həyatda toy olurdu. Cəmaat yığılırdı, arvadlar bir tərəfdə, kişilər bir tərəfdə. Arvadlar vəbşi kişilərə qarışmırdı. Heç yemək nədir, içmək nədir, arvad geçsin kişinin yanında otursun, yemək yesin, neyləsin. İndi hamı öyə çağırırdı. Biz də qız yığılırdı, qızın başına. Xənəvənd keçirirdik gecə. Ondan sonra da qızlar öy başam öyə çağırırdı. İstəyir kənd qızı, qonşu qızı olsun, istəyir öy başam çağırırdı, öyə çağırırdı. Qızlar da başında, o qarda qızlar var idi. Qızlar da başında öyə çağırırdılar, oğlanlar da. Nə qədər müddət çağırırdılar? Uzun çəkirdi, yoxsa? Yox, indi bir qonaqlıq açırdılar. Aha, hə. Hə, bir nə qarda qız, bir 10 qızdırsa da onun yeməyini qarırdılar, çağırırdılar öyə. Qızlarla barabar gəlirdi, gəlin köçür gedir. Köçən gününə kimi çağırırdılar öyə çağır. Kənddəki bütün öy başam çağırırdı qızları. Hə. Gecə xınəvənd, bir gecə sabah köçəcəkdən də gecə xınəvənd keçirirdik. Xına qarırdı, xına o vaxt. İndi də var o gənə. Hə. Yaxşı da var idi, nə bilim, indi bu günü görmüşük, o günə pis deyirik. Amma o gün hamısından yaxşı idi. Sağlam idi, xalq hamı sağlam idi. Uşaq, böyük, xəstəlik yox idi dünyada. İndi hamı xəstələnir, nə bilim. Allah saxlasın sizi. Öyə çağıranda, cəmaat öyə çağıranda, gəlinləri, qızları öyə çağıranda nə pişirirdilər? Xəngəl pişirirdilər. Yekə bir sinif bodun istəyimdə, yekə sinif var idi. Elə bir 20-30 nəfər də olsa, onunla bir xəngəl çəkirdilər, hamı ondan oradan yeyirdi. Bir gündə oradan yeyirdi. Yox, çağırmadı. Yəni, elə idi də nə. Yəni, çox əziyyət eləmirdilər, çox süfrə əziyyət eləmirdilər, yox. Həm əziyyət eləmirdilər, həm də ki, indi elə idi də nə, bu vaxt 2 nəfər bir qabda yemək yemir. Amma onda 15-20 adam olsun, bir qabdan xəngəli yeyirdi, ploy pişirirdilər, tökürdülər bir qava. Hamısı ondan əlinə yeyirdi, qaşıqda yox idi, cəməlli. Bir fətir pişirirdilər, tökürdülər fətirin üstə ployu, oradan hamı alırdı, yeyirdi. Yəni ki, o vaxtı hamı bir-birinə eyni cür özü kimi baxırdı da. Yəni, heç kimə pis baxmırdı. Ona görə biraz o vaxtı adam o qədər dəyər verə bilmir. Toyda bir dənə paltar alırdılar. O da nə bilim, yaxşı, pis kimin nəyə imkanı çatırdı. Bir dənə paltar alırdılar, elə o idi. Elə gəlin var idi, elə özünün atası önündə nə ayaqqabısı var idi, onunla da gedirdi. Onunla da gedirdi. Qırmızı, yaşıl, sarı atılazlar. Elə ondan sonra... Toy paltarımız bir də ağ kəlağı. Ağ don geymirdiniz toyda? Yox, var idi ki. Yox, o vaxt satılış atılazlar idi. Kimin ağlı qırmızıdan, sarıdan, yaşıldan alırdılar. Kimin ağlı nə kəsir, onunla keçirirdilər. Amma şarplar var idi, hər renk şarp var idi belə. Belə mi? Çoxun şarplarla çipləriniz var idi ona? Şarp çox var idi. Rənk şarplar. Ağ şarplar da var idi, təzə gəlinlərə ondan alırdılar. Nə bilim, qırmızı şarp, yaşıl şarp, kimin ağlı nə kəsirdi onu. O vaxtda onlar var idi. Ayaqqabıdakı tuflu zat nə əzirdi belə? Nə bilim, təzə çıxan gəlinlərə çadır ayaqqabısı, çadır burun davanı meşin, tuflu ondan qarıcı yelirdilər, gətirirlər. Da yaxşı görmədik, da nə bilim, ağırsın alma, Allah'a şükür, bugünə gənə yaxşı. İndi biz çatmadıq, bizdən ötürü vaxt yaxşı idi. İndi bu vaxtda balalarımıza yaxşıdır, cavanlara yaxşıdır hər şey. Həmişə belə xoş günlə yaşasınlar, hamısı sağlam yaşasın, oğul qız köçürsünlər, toy görsünlər. Biz də nə ki gördük, şükür Allaha.